Sodanı üz dərisinə vurmaq dərimiz üçün faydalıdırmı? Sodanı üzümüzə vurmaq dərimiz üçün həm faydalı, həm də ki zərərli ola bilər. Gəlin sodanın müsbət və mənfi tərəflərindən danışaq. Soda maskası ilk növbədə dərimizdəki ölü hüceyrələri təmizləyir. Özəlliklə burun ətrafında və alnınızda qara nöqtələr varsa, bu nöqtələrin aradan qalxmasına yardımcı olur. Soda həmçinin dərimizi də qurudur. Özəlliklə üz dərisi yağlı olan xanımlar soda maskasından sonra üzlərinin mat bir görüntü aldığını deyirlər. Lakin bəzi şəxslərə sodanı üz dərisinə vurmaq olmaz. Əgər üz dəriniz həssasdırsa, sanağa meyillidirsə mənim kimi sodanı istifadə eləməyin. Çünki bu dərinizi qıcıqlandırır və dərinizdə yeni sanaqların yaranmasına səbəb olur. Üz dərisi quru olan şəxslər də sodadan uzaq durmalıdır. Çünki soda üzümüzü həddindən artıq qurudur və bu da ki üzünüzdə qırışların yaranmasına gətirib çıxarır. Üz dərisində sanaq, açıq yara, ekzema və dermatit kimi problemi olanlar da soda maskasından uzaq durmalıdır. Çünki soda bu vəziyyəti daha da ağırlaşdırır və üz dəriniz tamamilə pis vəziyyətə qalır. Sodadan tez-tez istifadə eləmək də tövsiyə olunmur. Çünki soda dəri bariyerimizi zədələyə bilir. Bu da günəşli havalarda üz dərinizdə ləkələrin yaranma riskini artırmış olur. Soda ilə bağlı suallarınız varsa şərh bölümünə yaza bilərsiniz.